Nəsihət nədir? Nəsihət ümumiyyətlə bir tərəfin istər fe'li dildə, istər lisani dildə qarşı tərəfə söylədiyi, çatdırdığı o şeydir ki, şübhəsiz ki, bu onun faydasınadırsa, yəni o onu ondan götürər. Yox, əgər faydasına deyilsə, şübhəsiz ki, gözəl söz saymadığından dolayı onu ondan götürməz. Lakin istər kiçik yaşlı birisi olsun, istər böyük yaşlı birisi olsun, hər insanın ağzından öz şəxsinə doğru çıxan sözlərə fikir vermək lazımdır və o sözləri analiz edib buradan hansı faydanı çıxarda bilərəm, hansı faydanı çıxarda bilərəm, nə olmalıdır onda? Dərdi olmalıdır. Bu dərd onun içində olmalıdır ki, şübhəsiz bu sözün içində Allah Subhanahu taala mənə bir fayda göndərir. Namaz qılıb bir günah üzrə olan qardaşlarımıza gətirək məsələn. Allah Azza və Cəllə bəzən oxuduğun bir kitabda sənin hidayətin üçün sənə bir mesaj, misraların arasında bir mesaj qoyar. Sən onu oxuyarsan, keçərsən. Allah Subhanahu taala əslində o misraların arasında sənə xitab edir. Buna nə deyirlər? Tavafuq deyirlər də. Çünki bizim dinimizdə təsadüf diye bir şey yoxdur. Tavafuq var. Sonra bir müəllimi dinləyərsən, bir xocanı dinləyərsən, onun dilindən sanki birbaşa sənə xitab olunmuş kəlmələr tökülər, sən onu da qulaq ardı edirsən. Ondan sonra bir hadisə cəryan edir qabağında, Allah Subhanahu taala əslində onu başqasını başına gətirməklə, onunla bərabər sənə də bir nəsihət edir, sən onu da qulaq ardı edirsən. Artıq aləmlərin Rəbbi olan Allah dəfələrlə sənin önünə nəsihət olaraq bu qədər şeyi çıxartmasına rəğmən qulaq ardı edən sənə nə edər? Sənə dünyanı verər, artıq rızasını səndən bəridə tutar, uzaqlaşdırar. İsrailoğullarından birisi Allah Subhanahu taala'ya dua etdiyi zaman Allah Subhanahu taala ona nə cavab verir? Deyir ki, təraktənə fətəraktik. Sən bizi tərk elədin, biz də səni tərk elədik. Amma nə vaxta qədər bütün o əməllərin üzərinə olur, deyir ki, əsaytənə və əmhəllə. Sən üsyan elədin, biz sən möhlət verdik. Allah Subhanahu taala tərk etdik deməklə qorxudur ha. Qulunu tərk eləmir, yanlış anlaşılmasın. Niyə görə? Çünki növbəti kəlmədə ləfzdə deyir ki, əsaytənə və əmhəlləq. Sən üsyan etdin, biz sən möhlət verdik. Nə vaxta qədər və in rəcə'tə iləynə qabilmək. Əgər geri dönərsəsə biz səni qəbul edərik. Allah Subhanahu taala sənin qabağına o işarələri çıxartmaqla səni özünə döndərir. Yəni deyir ki, bunu rücu elə, mənə dön. Dönməsənsə artıq aləmlərin Rəbbi olan Allah səni bir başına bırakar ki, o zaman da belə deyim də sən artıq tək qovuşmalı olarsın. Yəni bu bataqlıqda tək qovuşmalı olarsın.